Könlümün sevgili mehbubu benim, vatanimdir, vatanimdir, vatanim. Azərbaycan gərək o insanlara həmişə minnətdar ola. Tarixin dəyişən vaxtıydı, yeni zaman gəlirdi. Onlar Azərbaycanı, bu milləti yeni zamana kökləyənlər olublar. 19-cu yüzil bitir, 20-ci əsr yaxınlaşırdı. Dünya təzəliklərə hamilə idi. Və Azərbaycanda 1873-cü il mart ayının 10-da bir möcüzə baş verir. Azərbaycanda teatr yaranır. Əslində, Azərbaycan teatrının yaşı əsrlərin uzaqlarında itir. Meydan teatrı, xalq tamaşaları bizim teatrımızın, milli teatrımızın babasıdır. Ancaq 19-cu yüzil idi, 20-ci əsr yaxınlaşırdı. Dəyişən dünyanın ortaya qoyduğu mədəni dəyərlərdən biri də Avropa tipli teatrıdır. Və Avropa tipli teatr da Azərbaycana gəlirdi. 1873-cü ilin martı idi. Novruz ərəfəsində Azərbaycanın böyük əkinçisi Həsən bəy Zərdabi Azərbaycan teatrının da əslində təməlini qoyan ilklərdən olur. Onun əkinçiliyi az sonra başlanacaq. 2 il sonra əkinci ilk dəfə işıq üzü görəcək. Azərbaycan insanı çağdaş mətbuatın da sahibi olacaq. Ancaq 1873-cü il idi, yeni vaxtın nəbzindən tutmağa hər kəsdən daha artıq həssaslıqla yanaşan Həsən bəy Zərdabi bunu da hiss edirdi ki, gərək millətin müasir teatrı da olsun. Dərs dediyi öyrəncilərin arasından həvəskar aktyorları yetişdirə bilmişdi. 1873-cü il yaz ağzı idi. Həsən bəy Zərdabi ilə bərabər 19-cu yüzilin sonlarında mədəniyyətimizin ağır və şərəfli yükünü çəkməyə çiyin verəcək Nəcəf bəy Vəzirov, Əskər ağa Gorani və digər fədakarlar ilk teatr tamaşamızı göstərirdilər. O tamaşanın afişası da qalıb. Rollar qarşısında həmin tamaşada o rolları ifa edəcək aktyorların adları. Onların hər biri tarixdir. Bəzilərini zaman unutturub, ancaq gərək heç biri unudulmasın. Onlar sadə tarixlər deyil, bunlar Azərbaycanın yeniləşməsinin, yeni zaman içərisində inamla addımlamasının təməl kərpiçləri idi.
Dünyanın böyük düşünce ve qələm sahiplerinden olan Victor Hugo'nun tiyatr hakkında müdrik sözleri var. Deyir ki, tiyatr gerçeklerin dünyası değil. Tiyatrda ağaçlar kartondandır, sema adicə parçadan düzəldilir. Saraylar çəkmədir, yəni rəsm olunub. Brilyantlar şüşədir, qızıllar saxtadır. İnsanların sifətindəki qırmızılıq təbii deyil, o boyamadır. Və davam edir. Deyir ki, ancaq tiyatr həm də gerçəklərin dünyasıdır. Çünki səhnədə insan ürəkləridir. Pərdə arxasında insan könülləridir. Tamaşa salonunda insan qəlbləridir. Və teatr haqqında çox uzaq əsrlərdən bugünə qədər gəlib çatan bir başqa müdrik düşüncə də var. Əgər səhnəyə baxanda sən orada aktyorları görürsənsə, o pis teatrdır. Əgər səhnəyə baxanda sən orada həyatın özünü və insanları görürsənsə, demək o yaxşı teatrdır. Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Əskər ağa Görani və az zaman ötdükcə bir-bir onların ardınca gələcək Mirzağa Əliyev, Hüseyin Ərəblinski, Mir Mahmud Kazmovski, Hacıağa Abbasov, Sidqi Ruhullah, Hüseynqulu Sarabski və onların neçə-neçə silahdaşları bircə-bircə bizim teatr mülkünün təməl kərpiçlərini qoyurdular. Və o sırada adı həmişə iftixarla anılacaq bir insan da var. Cahangir Zeynalov. Cahangir Zeynalov Həsən bəy Zərdabinin, Nəcəf bəy Vəzirovun açdığı yolla irəliləyən fədailərin hamısından daha erkən səhnəyə gəlib. 1885-ci ildə gəlib və ömrünün axırınacan da səhnə, teatr onun ən böyük məhəbbəti olub. Onlar teatra, səhnəyə sehr kimi baxırdılar və tale də, vaxt da onları bu səhnədə sehirlər yaratmaq üçün ezam etmişdi. Mir Mahmud Kazmovskinin də, Hüseyin Ərəblinskinin də adı çəkiləndə biz həmişə səhnəmizin, teatrımızın müqəddiməsini göz önündə canlandırırıq. Ancaq Mir Mahmud Kazmovskinin öz əli ilə yazdığı xatirələri qalıb, yolunun başlanğıcını xatırlayır. Necə səhnə ilə qovuşmalarının tarixçəsini nəql edir. Kərbəlayı Cahangir Zeynalov onların səhnəyə gələn yolunu açanlardandır. Artıq təcrübəli aktyordur. 1880-1890-cı illərdə Azərbaycan teatrı hələ ilk addımlarını atırdı. Səhnələr az idi. Tamaşaları göstərmək üçün bir meydan tapmaq həmişə müşkil idi. Cahangir Zeynalov yalnız ürəyini, düşüncəsini, bütün varlığını deyil, içərisində yaşadığı mülkünü də teatra qurban eləmişdi. O tək Azərbaycanda deyil, Azərbaycanı o zamanlarda əhatə eləyən yaxın uzaq ölkələrin bir çoxundan fərqli olaraq öz evində teatr açan ilk insanlardan biriydi. Onun evi o zamanlar Çadralılar adlanan indiki Mirza Əliyev küçəsi ilə o zamanki Bazar, sonraki Hüsaciyev, indiki Azərbaycan küçələrinin kəsişəcəyində yerləşirdi. 2 mərtəbəli bir mülk idi. Həmin mülkün 2-ci mərtəbəsində böyük bir zal vardı. O zalı xalçalarla döşəyibmiş, yuxarı başda bədənnüma bir ayna varmış. Həmin o bədənnüma güzgüdə yerə döşənmiş xalçalar əks olunurmuş, sanki otaq içərdən biraz da böyüyürmüş. Elə nəhəng bir teatr salonuna oxşuyurmuş. Mir Mahmud Kazmovski nağıl edir ki, günlərin birində müəllimimiz Sultan Məcid Qənizadə bizə söyləmişdi ki, filan ünvana gələrsiniz. Filan ünvana, yəni Kərbəlayı Cahangir Zeynalovun evinə. Yada salır ki, ürkək-ürkək qapını döydük, açdılar, bizi 2-ci mərtəbəyə dəvət elədilər. Deyir, iri bir otaq idi, heç kəs yox idi, elə ikimiz idik, əyləşdik, öz aramızda danışırdıq ki, yaman işə düşmüşük. Görəsən, burada bizi nə gözləyir, bizə nə təklif edəcəklər?
Deyir, bu anda çox şık geyinmiş bir kişi əlində 2 stəkan çay bizə yaxınlaşdı. Əvvəlcə elə zənn elədik ki, bu evin qulluqçusudur. O çayları bizim qabağımıza qoyandan sonra dedi ki, özünüzü rahat hiss eləyin. Elə siz də bizim yoldaşlarımızsınız. Biz artistik, az sonra siz də bizim dəstəyə qoşulacaqsınız, siz də olacaqsınız artist. Mir Mahmud Kazımovski etiraf edirdi ki, hələ artist nə demək olduğunu nə mən, nə də Hüseyin təsəvvür edirdik. Çox keçmədi ki, müəllimimiz Sultan Məcid Qənizadə də gəldi. Bizi onlara təqdim elədi. Dedi ki, mənim şagirdlərimdir. Bu Hüseyin Xələfovdur, bu Mir Mahmud. İkisi də yaxşı oxuyan şagirdlərdilər. İnanıram ki, hər ikisi yaxşı artistlər olacaqlar. Çox keçmədi ki, Kəblə Cahangirin mənzilinə bir başqa aktyorlar da gəldilər və başladılar rol bölgüsünə. Lənkəran xanının vəziri tamaşasını hazırlamaq istəyirdilər. Mənə də, Hüseynə də balaca rollar tapşırdılar. Sonralar Azərbaycan teatrının bir çox parlaq səhifələri Mir Mahmud Kazımovskinin, Hüseyin Xələfovun, yəni Hüseyin Ərəblinskinin adları ilə bağlanacaq. Bu adlara biz zirvələr kimi baxacağıq. Ancaq yol başlanırdı və onlara yolu açan, onlara bələdçilik eləyən Cahangir Zeynalov idi. Bunu ona görə deyirəm ki, Cahangir Zeynalovun teatr tariximizdə, mədəniyyət tariximizdəki öncül, aparıcı mövqeyini biraz da dərindən anlayaq. Dünyanın hər yerində, tarixin bütün zamanlarında sənət adamları elə kasıbyana güzəran keçiriblər. Dolanışıqlarını zorla yola veriblər. Ancaq Cahangir Zeynalov başlanğıçdan onların hamısından fərqlənib. Cahangir Zeynalov 1865-ci ildə anadan olmuşdu. Anadan olmuşdu və sanki onu xoşbəxt bir həyat gözləyirdi. Atası Məşəd Rıza zəngin bir insan idi, tacir idi. Evdə 2 qardaş idilər, Cahangir, bir də Tağı. Ancaq bu ailənin bəxti kəc gətirir. Məşəd Rıza erkən gedir həyatdan. O vəfat eləyəndə Cahangirin 3 yaşı vardı, böyük qardaşının 6 yaşı. Amma hər halda ailə kasıb da deyildi. Atadan ailəyə, övladlara sərvət qalmışdı. Malı dövləti, xeyli dükanları vardı. Ona görə də Cahangir Zeynalov yaşa dolanda, həyatda müstəqil addımlamağa başlayanda korluq çəkmədi. O da ailə ənənəsini davam elətdirdi. O da atası kimi tacir oldu və zəngin bir insan idi. Və onun zənginliyindən, geniş qəlbliyindən teatrımız, mədəniyyətimiz qazandı. Cahangir Zeynalov onunla yoldaşlıq eləyən aktyorların hamısına yardım eləyirdi. Cibində bir balaca dəftərçəsi varmış. Yəni, adətən aktyorların, teatr adamlarının hərəsinin bir balaca dəftərçəsi olur. Orada teatrla bağlı qeydlərini eləyirlər, bəziləri rollarının sözlərini yazırlar, ayrı-ayrı düşüncələrini əks elətdirirlər ki, yadlarından çıxmasın, lazım gələndə istifadə eləsinlər. Ancaq Cahangir Zeynalovun cibindəki o başqa aktyorlarda olan teatr dəftərçələrindən deyildi. Bu bir borc dəftəri idi. Əl aşağı olan aktyorlar həmişə ona müraciət eləyərdilər. Bu həvəskar aktyorların da əlində pul yalnız o zaman gəlirdi ki, hansısa tamaşa olurdu, biletlər satılırdı. Yığılan vəsaitdən icarəyə götürülən binanın, geyimlərin haqqı ödənəndən sonra nə qalırdısa aralarında bölüşürdülər. Və o zaman da aktyorlar 5 gün, 10 gün əvvəl götürdükləri borcu qaytararaq yüngülləşirdilər. Cahangir Zeynalov da mütəmadi olaraq bütün aktyorlara borc verirmiş və təbii dəftərində də bunu qeyd edirmiş. Ancaq məqamı çatanda, vədəsi yetişəndə borc verdiyi aktyorlardan o yalnız həmin verdiyinin yarısını alırmış. Qalanının üstündən xətt çəkirmiş. Çox zaman teatrın icarə haqqını öz cibindən verirmiş. Vaxtilə Səfa məktəbində dərs deyirmiş. Yəni Səfa Nəşr-i Maarif Cəmiyyətinin yanında teatr truppası ilə bərabər bir məktəb də varmış. O məktəbdə dərs deyirmiş. Məktəbdə dərs dediyi uşaqlardan birinə təqaüd təyin edilmiş. Ən yaxşı oxuyan uşaq o təqaüd alırmış. Yəni bir böyük mədəniyyət, maarif xadimi, böyük bir aktyor olmaqdan savayı o həm də xeyriyyəçi idi. Mədəniyyətimizin, teatrımızın qayğıkeşi idi. Və Cahangir Zeynalov bizim səhnə keçmişimizin o nadir adamlarındandır ki, müasirləri arasında səhnə fəaliyyətinin yuvarlaq il dönümü qeyd edilən tək sənətkar olub.
Bir dağın o biri dağa nisbətən yüksəkliyi zirvələrin ucalığına görə bilinər. Hacı Ağa Abbasov Azərbaycan teatr tarixinin patriarxlarındandır. 20-ci yüzyılın başlanğıcındakı böyük tərəqqisini yaşayan Azərbaycan teatrının ən parlaq ulduzlarından biri Hacı Ağa Abbasov oldu və 10 illər boyu teatrımızın sambalını daşıyan ən qabaqcıl aktyorlardan oldu. 20-ci yüzyılın başlanğıcında Hacı Ağa Abbasov Azərbaycan səhnəsinin ən parlaq ulduzlarından birinə çevrilməyə başlayır. Sonra 10 illər boyunca teatrımızın ən üzağardan aktyorlarının seçilmişlərindən sayılır. Ancaq Hacı Ağa Abbasov da yolunun başlanğıcında rastlaşdığı Cahangir Zeynalovdan artıq bir klassik kimi bəhs eləyir. İllər sonra həmin günlərə qayıdan Hacı Ağa Abbasov xatirələrini qələmə almışdı. Xatirələr bizi 1901-ci ilə aparır. Hacı Ağa Abbasov yazır ki, mən məktəbli idim, günlərin birində İskəndər bəy Məlikovun mənzilində toplaşmışdıq. Bizi toplayan müəllimlərimiz idi. Məqsəd də ondan ibarət idi ki, şagirdlərin gücü ilə bir tamaşa hazırlansın və müəllimlər, valideynlər üçün nümayiş elətdirək. Təsadüfdən həmin tamaşaya baxanların arasında Cahangir Zeynalov da varmış. Tamaşa qutarandan sonra Cahangir Zeynalov oyunumuzdan razılığını bildirdi, ancaq məni məxsusi təriflədi və söylədi ki, sənin yerin teatrdır, gərək bu işlə ciddi məşğul olasan. Yeniyetmə Hacı Ağa Abbasovun xatırladığı bu hadisə baş verəndə Cahangir Zeynalovun vur-tut 36 yaşı vardı, cavan bir insan idi. Ancaq yalnız yeniyetmə, gənc olan Hacı Ağa Abbasov deyil, elə çoxları, hətta yaşıtları belə Cahangir Zeynalova artıq ağsaqqal, mötəbər, klassik kimi baxırdılar. Və haqları da vardı. Çünki Cahangir Zeynalov teatrda, mədəniyyət sahəsində fəaliyyətləri ilə yanaşı cəmiyyətin həyatında qabaqda gedən insanlardan biri idi. Hacı Ağa Abbasov o xatirəsində bunu da vurğulayır ki, onun səhnəyə gəlməsinin əsas səbəbkarı Cahangir Zeynalov olduğu kimi, Mirzağa Əliyevin, Hüseynqulu Sarabskinin və bir çox başqalarının da teatra bağlanmasının baisi məhz yenə həmin böyük şəxsiyyət idi. Hacı Ağa Abbasov Cahangir Zeynalovun böyüklüyünü, qəlb genişliyini, səxavətlə gənclərə yol açmasını bu təfərrüatla da dəqiqləşdirir ki, Mirzağa Əliyev və o ən çox sevdiyi Hacı Qara və Hacı Qəmbər rollarını etibar eləmişdi. Necə etibar eləmişdi? Mirzağa Əliyev babat saz çala bildiyinə görə yağışdan çıxdıq, yağmura düşdükdə Cahangir Zeynalov ona Vəli rolunu tapşırmışdı. Vəli rolunu çox gözəl oynamışdı Mirzağa Əliyev və Cahangir Zeynalovun xoşuna gəldiyindən onun sonraki uğurlu addımlarının atılmasına da meydan açmışdı. Uzun səhnə ömrü boyunca Cahangir Zeynalov çox surətlər yaradıb və o çağın mətbuatında heyran təəssüratlar qalmaqdadır. Həm rus dilli, həm ana dilli mətbuatımızda. Cahangir Zeynalov əsas aparıcı, baş qəhrəman rollarını az oynayıb. Onun ifa etdiyi rolların çoxsu xırdaca rollardır, bəzən epizodik rollardır. Amma elə oynayıb ki, hər tamaşadan sonra rəylərdə mütləq Cahangir Zeynalov haqqında müsbət təəssüratlar əksini tapır. Hətta sözsüz rolları belə elə oynayıb ki, ona biganə qalmaq mümkün olmayıb. O çağın resenziyalarında bu haqda qeydlər mütləq var. Ancaq Cahangir Zeynalovun uzun səhnə ömrü boyunca ifa etdiyi çoxsaylı rollar içərisində ikisi vardı ki, onlara xüsusən vurğun idi. Mirzə Fətəli Axundzadənin Mərd xəsisindəki Hacı Qara və Yağışdan çıxdıq, yağmura düşdükdəki Hacı Qəmbər. Adətən aktyor üçün ona qəlbən yaxın olan rollardan ayrılmaq çətin gəlir. Ancaq Cahangir Zeynalov bu iki rolün ikisini də ifasını bəyəndiyi və gələcəyinə çox ümidlər bəslədiyi Mirzağa Əliyevə həvalə etmişdi, əslində hədiyyə etmişdi.
Cahangir Zeynalov haqqında düşünürkən, ona böyük deyərkən, bu böyüklüyü şərtləndirən digər amilləri də mütləq sadalamaq lazımdır. Azərbaycan teatrı hələ gənc idi. Onun öyrənməyə, puxtələşməyə, yetkinləşməyə ehtiyacı çox idi. Cahangir Zeynalov özü xüsusi bir məktəb görməmişdi ki, Allahın verdiyi fitri istedadın sayəsində belə gözəl yaradırdı. Ancaq çalışırdı ki, gənclər, teatra yeni gələnlər, səhnəyə təzəcə bağlananlar biliklənsinlər, çağdaş teatrın sirlərinə peşəkarcasına yiyələnsinlər. O özünü həvəskardan artıq hesab eləmirdi. Hərçənd oynadığı tamaşaları təhlil eləyənlər onu elə peşəkarlara bərabər tuturdular. Ancaq ağıllı, həyatı yaxşı bilən Cahangir Zeynalov dərk edirdi ki, nə qədər fitri istedad olur olsun, mütləq öyrənmək, savad, bilik vacibdir. O dövrdə Tağıyev teatrını uzun müddət üçün Polonski deyilən bir nəfər icarəyə götürübmüş. Orada rus dilli tamaşalar gedərmiş. Həmin o rusca tamaşalar verən teatrın çox aparıcı bir aktyoru varmış, Pyotr Krayevski. Cahangir Zeynalovun ustadlığının, müəllimliyinin, öyrədiciliyinin vacib bir cəhətinə baxın. Həmin o Pyotr Krayevskini vaxtaşırı dəvət edirmiş. Gənc aktyorları, həvəskarları toplayırmış ki, Krayevski onlara ustad dərsi keçsin, təlimlər versin və bunun əvəzində Pyotr Krayevskiyə Cahangir Zeynalov cibindən pul ödəyirmiş. Hacı Abbasov bunu da yada salır ki, deyir, günlərin birində yenə Cahangir Zeynalovun həmin o məşhur mənzilində hansısa tamaşaya hazırlaşırdıq. Bu əsnada bir nəfər qonaq gəldi. Bu gələn qonaq da kim ola? Şəkidən Rəşid bəy Əfəndiyev gəlibmiş. O, böyük maarif adamı, elə teatrla, mədəniyyətlə, səhnə ilə də bağlı insan. Rəşid bəy Əfəndiyev özü ilə Qan Ocağı adlı piyesini gətiribmiş. Hacı Abbasov yada salır ki, həmin piyes oxundu, hamı da bəyəndi, qərar oldu ki, gələcəkdə bunu oynayaq. Ancaq Rəşid bəy Əfəndiyev Qan Ocağından başqa özü ilə yenicə çap olunmuş kitabını da gətirmişdi. İş ondadır ki, Rəşid bəy Əfəndiyev böyük bir müəllim idi və onun adı Azərbaycan məktəbinin tarixində həmişə yaşayacaq. Çünki o, balalarımız üçün ilk dərslikləri yazanlardan biridir. Hacı Abbasovun xatırladığı həmin gündə Rəşid bəy Əfəndiyev Cahangir Zeynalova qonaq gələndə özü ilə mətbəədən yenicə çıxmış Bəsirətül Ətfal və Uşaq Bağçası adlı dərsliklərini də gətiribmiş. Təbii ki, onları tək nüsxədə gətirməyibmiş ki, yalnız Cahangir Zeynalova hədiyyə eləsin. Bir neçə bağlama gətiribmiş. Yəqin bunu da ona yer eləyibmiş ki, Cahangir bəy həmin əsərlərin satılmasına kömək eləsin, müəyyən qədər vəsait toplansın. Söz yox ki, Rəşid bəy Əfəndiyev də kitabının satışından toplanacaq həmin vəsaiti hansısa şəxsi ehtiyacları üçün sərf eləməyəcəkdi. Yenə maarif sarı yönəldəcəkdi. Ancaq Cahangir Zeynalov nə eləyir? Çıxarıb 250 manat cibindən pul verir. Həmin kitablardan 250 nüsxəni alır. Aldığı kitabları da göndərir Zabrat, Balaxanı, Ramana məktəblərində, gecə kurslarında oxuyan fəhlələrə havayı paylanmaq üçün. Yəni bu insanın məqsədi millətin gözünü açmaq, onun işığını artırmaq idi. Bu yolda nəyi bacarırdısa əsirgəmirdi. Nicat cəmiyyəti ilə bağlı idi. Nicat cəmiyyəti bir maarifçilik ocağı idi. İnsanların maariflənməsi, işıqlanması, o şeylərdən ötürü ki, Cahangir Zeynalov öz mübarizə aparırdı. O işlərə xidmət eləyən bir qurum idi. Demək, Cahangir Zeynalov üçün doğma bir yer idi. Köhnə Bakının o vaxt Spassky adlanan küçəsində Nicat cəmiyyətinin bir qərargahı sayılacaq bina yerləşirmiş. Həmin mülkün təmirə ehtiyacı varmış. Cahangir Zeynalov o mülkün təmirinin də pulunu ödəyir. Bunu da səbəbsiz eləmirdi. Çünki maarif cəmiyyətinin binası da elə gendən yaraşığı ilə insanları cəlb eləməli idi. Başqalarını maarifləndirmək yolunda çalışan Cahangir Zeynalov özü də həmişə yenini öyrənməyə can atırmış. Təbii ki, o dövrdə Rus teatrının səviyyəsi daha yüksək idi. Rus teatrlarının Avropa ilə də əlaqələri vardı. Rus teatrında artıq peşəkar rejissorlar, aktyorlar da yetərincə idi. Onlardan tez-tez Bakıya gələn truppalar da az olmurdu. Cahangir Zeynalov belə truppalarla əməkdaşlıq edirmiş. Elə Bakıda fəaliyyət göstərən Rus teatrlarına da daim baş çəkirmiş. Ruscanı da yaxşı bilən Cahangir Zeynalov həmin tamaşaların bəzilərində rollar alırmış. Məqsəd daha təcrübəli aktyorlar da bir səhnədə oynayaraq daha da puxtələşmək idi.
Hacı Abbasov xatirələrində bu məqama da diqqət yönəldirdi ki, Cahangir bəy çox cəsur, mərd, qorxmaz, ötkəm adam olub. 20-ci yüzyılın başlanğıcı Bakıda qoçların meydan suladığı çağlarmış. Ancaq Hacı Abbasov yazır ki, Cahangir Zeynalov əsla qoçudan filandan çəkinməzdi, sözünü açıq deyərdi. O vaxtlar Suraxanska adlanan sonraki 1 may və Bazar küçələrinin, indiki Azərbaycan küçələrinin tinində bir mədrəsə varmış. Hacı Hacıbaba mədrəsəsi deyərlərmiş. Hacı Abbasov deyir ki, Cahangir Zeynalov o mədrəsəyə ümumən məscidlərə filanlara da tez-tez gedərdi. Getməyinin məqsədi ibadət deyildi. Oynadığı, səhnəyə hazırladığı tamaşalarda ruhani surətləri də vardı. İstəyirdi ki, bilavasitə müşahidə eləsin, ayrı-ayrı detalları öyrənsin, oradan səhnəyə gətirsin. Amma məsələnin digər tərəfi də vardı. Gedirmiş və çox zaman mübahisələrə başlayırmış. Xüsusən həmin mədrəsədə. Dinə biganə deyildi Cahangir bəy, Allahına, Peyğəmbərinə inanan adam idi. Ancaq mövhumatın, cəhalətinin əleyhinə idi. Elə mövhumatın, cəhalətin əleyhinə olduğundan da teatra belə bağlanmışdı. Çünki teatra səhnəyə cəhaləti qovmağın, insanların gözünü açmağın ən qısa körpülərindən biri kimi yanaşırdı. Gedirmiş o mədrəsəyə, höcətləşirmiş, istəyirmiş ki, orada tədris edilənlər də daha yüksək səviyyədə olsun, mövhumata uymasın, uşaqlara müəyyən qədər dünyəvi biliklər də versin. Hacı Abbasov Cahangir Zeynalovla bağlı xatirələrini qələmə alanda artıq sinli bir insan idi. Cahangir Zeynalovun yaşamış olduğu ömürdən daha uzun ömür yaşamışdı. Ağsaqqal bir insan Cahangir Zeynalovu anırdı, dönüb olurdu bir uşaq, yeniyetmə. Onu heyranlıqla, məftunluqla anırdı. Çünki onun və onun kimi neçə-neçə başqalarının bu mərtəbəyə gəlib çatmasının əsas səbəblərindən biri Cahangir Zeynalovun nümunəsi olmuşdu. Gördüyü bütün faydalı, dəyərli işlər bir yana, Cahangir Zeynalov ömrü boyu həm də özü varlığıyla bir nümunə olmağı həmişə bacardı. Bir millət olaraq hər birimizin və ömrünü Azərbaycan teatrına həsr etmişlərin hamısının Mirzə Fətəli Axundzadəyə daimi borcu var. O vaxtda 19-cu yüzyılın sonlarında da, 20-ci əsrin əvvəllərində də belə idi, bugün də o cürədir. Çünki Mirzə Fətəli Axundzadə olmasaydı, teatrımız olmazdı. O, təmsilatını yazdı, onun el dilində yazılmış, xalqın ruhunun ifadəsi olan piyesləri Azərbaycan səhnəsini canlandırdı. Ana dilində olan o ilk əsərlər yalnız ifa edilmədi, həm də insanlarımıza teatr tərbiyəsi verdi. Baxanlardan daha əvvəl ifa eləyənlərə. Səbəbsiz deyil ki, Mirzə Fətəli Axundzadənin təmsilatı yalnız Azərbaycan çərçivəsinə sığılıb qalmadı. Orta Asiyada, Osmanlıda, İranda teatr sənəti inkişaf elədisə, bunun əsas səbəblərindən biri oralara gedib çatan Mirzə Fətəli Axundzadə əsərləri idi.
və dəfə-dəfə səhnəyə çıxaraq pyeslərində müvəffəqiyyətlə rollar oynamaqla yanaşı Mirzə Fətəli Axundzadəyə Cahangir Zeynalovun bir başqa borc qaytarması da oldu. Daha doğrusu iki borc qaytarması. Biri 1903-cü ildə, biri 1911-ci ildə. İkisində də Mirzə Fətəlinin yubileyləri keçirilirdi. ...1903-cü il oktyabr ayının 27-sində Bakıda Mirzə Fətəli Axundzadənin 50-liyi keçirilirdi. Bu qeyri-adi bir yubiley idi. Düz 50 il əvvəl 1853-cü ildə Mirzə Fətəli Axundzadənin təmsilatı ilk dəfə kitab halında nəşr edilmişdi. Əlbəttə ki, mədəniyyət tariximizin, ədəbiyyat tariximizin müstəsna hadisəsi idi. Və 1903-cü il oktyabr ayının 27-sindən bir neçə gün əvvəl Bakı qəzetləri bu tədbirin keçiriləcəyini, həmin o kitabın Mirzə Fətəli Axundzadənin əslində ədəbi aləmdəki parlayışının 50 illiyinin bayram ediləcəyini insanlara çatdırmışdı. Zal ağzınacan doluymuş və səhnəyə birinci çıxan Əbdülrəhim bəy Haqverdiyev olur. Səhnəyə çıxır və Mirzə Fətəli Axundzadənin həyatı, yaradıcılığı haqqında bir məruzə eləyir. Zal ağzınacan doldurmuş insanlar Əbdülrəhim bəy Haqverdiyevə çıxış eləməyə imkan vermirlərmiş. Hər növbəti cümləsindən sonra alqışlar qopurmuş, Əbdülrəhim bəy Haqverdiyev fasilə eləməyə məcbur olurmuş, alqışlar kəsəndən sonra davam edirmiş. Bu sadəcə təsəvvürümüz deyil, 1903-cü il oktyabrın son günlərində çıxmış Kaspi qəzeti həmin gündə o zaldakı əhval-ruhiyyəni bizə olduğu kimi çatdırır. Kaspi qəzeti yazırdı ki, Əbdülrəhim bəy Haqverdiyev danışdıqca cəmaatın kəsilməyən alqışları ona böyük xalq məhəbbətinin əsl göstəricisi idi. Daha sonra isə Hacıqara tamaşası göstərilir. Bu Hacıqarada əvvəllər göstərilmiş Hacıqaralardan fərqli idi. Hacıqara tamaşası oynanırdı, ancaq aktyorların arasında bir əlavə surət də vardı. Mirzə Fətəli Axundzadənin özü. Onu da elə qrimləyiblərmiş. Mirzə Fətəli Axundzadənin bəlli fotosuna elə oxşadıblarmış, sanki elə qoşalmaymış. Bunu da Kaspi qəzeti yazır. Çünki həmin gün 1903-cü il oktyabrın 27-sində bu yubiley mərasimi keçirilirkən Mirzə Fətəli Axundzadənin vəfatından vur tut 25 il keçirdi. Kaspi qəzeti müxbirinin bu cümlələri çox təsirlidir. Yazır ki, zalda oturanların arasında Mirzə Fətəli Axundzadəni həyatda görmüş insanlar vardı. Onlar da heyrətə düşmüşdülər ki, Mirzə Fətəli Axundzadəyə bu səhnədəki aktyor Mirzə Fətəli nə qədər bənzəyir.
Mirzə Fətəli Axundzadənin özünün də bir müəllif kimi keçdiyi tamaşanın içərisində təbii ki, digər aktyorların hamısı vardı. Tamaşa uğurla keçir, ancaq həm Kaspi, həm İqbal, həm də digər qəzetlər rəylərini tamaşadan sonra, o gecədən sonra dərc edirlər. Yenə ən çox təriflənən Cahangir Zeynalovdur. Yazırlar ki, Cahangir Zeynalov elə gözəl oynadı ki, başlanğıçdan sona qədər alqışlar kəsmək bilmirdi. O gün o tamaşa salonuna toplaşanların əksəriyyəti sərraflar idi, sənəti bilən adamlardı, orada təsadüfi tamaşaçılar yoxdur və bu alqışların qiyməti bu səbəbdən də 2 qat artırdı. Bir aktyor üçün həyatını səhnəyə fəda edən insandan ötürü o minnətdar alqışlardan qiymətli hansı hədiyyə ola bilərdi ki? Mirzə Fətəli Axundzadənin xatirəsinə həsr edilən ikinci və çox əks-sədalı yubiley mərasimi 1911-ci il dekabr ayının 2-sinə təsadüf eləyir. Həmin məclisdə də Cahangir Zeynalov ən seçkinlərdən biri idi. Yubiley mərasimi Mirzə Fətəli Axundzadənin 100 illiyinə həsr edilmişdi. Mərasim 3 hissədən ibarət idi. Birinci hissədə əvvəlcə Mirzə Fətəli Axundzadənin həyatı, yaradıcılığı haqqında geniş məruzə dinlənilir, sonra Hacı Qaranın ikinci pərdəsi nümayiş elətdirilir. Həmin o nümayiş elətdirilən ikinci pərdədə də ön sırada dayanan əlbəttə ki, Hacı Qara rolundakı Cahangir Zeynalov idi. Sonra başlanır ikinci hissə. İkinci hissəyə artıq Cahangir Zeynalov libasını dəyişərək gəlmişdi. Çünki burada ədəbiyyatşünaslar, ictimai xadimlər, teatr adamları, aktyorlar, rejissorlar Mirzə Fətəli Axundzadə haqqında düşüncələrini, fikirlərini bölüşürdülər. Ona böyük məhəbbətlərini izhar edirdilər. Ardınca isə üçüncü hissə gəlir və ən maraqlısı da elə üçüncü hissə imiş. Əbdülrəhim bəy Haqverdiyev Mirzə Fətəli Axundzadəyə həsr edilən ayrıca bir piyes yazıbmış. Bu qısa piyesin içərisində Mirzə Fətəli özü də varmış, oğlu Rəşid də və qəhrəmanları da. Onlar hamısı bir yerdə idilər və hadisə cərəyan edirdi Tiflisdə. Həmin bu evdə, o evdə ki, Mirzə Fətəli Axundzadə yaşayırdı, onun mülkündə. Bu həyətə toplaşmışdılar qəhrəmanlar. Mirzə Fətəli özü dayanmışdı, oğlu Rəşid, bir kitab satan vardı, gəlmişdi ki, hara gedirəm sizin kitabları satmağa, məni yaxın buraxmırlar, əksinə təhqir eləyib qovluyurlar. Mirzə Fətəlinin digər qəhrəmanları da bu həyətin içərisində idilər. Əslində onlar elə Tiflisdə bu evdə doğulmuşdular. Onlar Mirzə Fətəlinin masa arxasındakı yuxusuz gecələrinin bəhrələri idilər. O axşamki ifaçıların, Mirzə Fətəlinin, Rəşid bəyin ətrafına toplaşanların hər biri ürəyində Mirzə Fətəlinin xatirəsinə sonsuz məhəbbət yaşadan insanlardılar. O axşam Hətəm bəy rolunda Nəcəf bəy Vəzirov idi. Hacı Qaranı o gün Həbib bəy Mahmudbəyev oynayırdı. Mirzə Əliyev Molla İbrahim Xəlil kimyagəri ifa eləyirdi. Rəşid bəy surətli isə Abbas Mirzə Şərifzadə yaradırdı. Cahangir Zeynalovun da surəti vardı. O, bu tamaşada Dərviş Məstəlişah rolunda idi. Əlbəttə ki, Bakının teatr həyatında belə möhtəşəm bir hadisə baş verirdi, mətbuat biganə qala bilməzdi. Ertəsi gün qəzetlərdə bir-birinin ardınca silsilə yazılar çıxır. O günkü ifaçıların hamısı çox təcrübəli insanlardılar. Artıq onların hər birinin zəngin bir səhnə bioqrafiyası vardı. Ancaq onların hamısının arasında yenə Cahangir Zeynalov seçilir. Sübutu elə həmin dövrün mətbuatıdır. Kaspidə, İqbalda, Nicatda sözləşiblərmiş kimi bir ağızdan təsdiqləyirlər ki, o axşam Cahangir Zeynalov, Məstəlişah misilsiz idi.
Qori seminariyasını bitirib Bakıya gəldiyi ilk vaxtlarda 1913-cü ildə Səfa cəmiyyətində Cahangir Zeynalovu ilk gördüyündən onun heyranına çevrilmiş Əli Səbri Qasımov o görüşlərdən yarım əsr keçəndən sonra 1965-ci ildə xatırlayırdı ki, Səməd Mənsur həmişə deyərdi, Cahangir Zeynalov teatrımızın sönməz məşəlidir və onun bu sözləri tam həqiqətdir. Yirminci əsr arxada qalıb, minillər dəyişib. Cahangir Zeynalov məşəli yenə işığını saçmaqdadır. Vətənimdir, 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 vətənim. Vətənimdir, 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 vətənim.